Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə can sağlığı arz edirəm. Bu anları bizə yaşadan Müzəffər Ali Başkomandanımızın canı sağ olsun. Allah Müzəffər ordumuzu qorusun ki, bax bu möhtəşəm anları bərabər yaşayırıq. Bərabər Novruz bayramı keçiririk. 33 ildən sonra nəhayət ki bir araya gəlmişik və ilk Novruz tonqalımızı yandırmışıq. Halayımız mübarək olsun. Mən keçən dəfə də danışanda dedim ki, mənfur düşmən 30 il torpaqlarımızı işğal altında saxlayanda Şuşada nigah tapşırmışdı ki, bütün nigahlar Şuşada bağlansın. Və Natavanın bağında yallı gedirdilər. Və üstə gəl adlarımızı toponimləşdirmişdilər. Kəlbəcərin, Füzulimizin adı başqa-başqa adları idi. Və bizə yad idi təbii ki. Tarixi saxtalaşdırmışlar və bu 30 ildir bu torpaqlarımızda onlar saxta tarix qururdular. O çəkilişləri edirlər ki, gələcəkdə bir də desinlər ki, tarixi torpağımızdır, dırnaq arası olaraq. Amma buna əsla biz yol verməyəcəyik. Biz geriyə qayıtmışıq, bir daha qucaqladığımız torpağı bir daha düşmənə təhvil verməyəcəyik. Və elə bizim bura gəlməyimiz də, bayraqlarımızı sancmağımız da buna böyük bir əlamətdir və işarətdir. Bayramımız mübarək olsun. Öncəliklə şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Mən həmişə atamla evdə oturanda, atam öz əsgəri xatirələrindən, balacağı xatirələrindən danışırdı. Mən həmişə deyirdim ki, inşallah torpaqlarımız işğaldan azad olunur. Mən də gedib kəndimizi görürəm. Bugün şükür ki, qismət oldu, gəldik, kəndini gördük. Yəni, Novruz bayramını ilk dəfə ki, öz atamın kəndində qeyd edirəm. Yəni, bu ilk dəfə, 17 yaşında ilk dəfə maraqlı bir bayram süfrəsidir ki, burada yəni, azad olunmuş torpaqlar. Niyə görə sizcə bu fərqlidir, nəyə görə? Çünki torpaqlarımız 30 ildir işğal altında idi. Atam həmişə danışırdı öz igidliklərindən, ermənilər necə ermənilər qarşı necə döyüşdüyünü. Bayram ona görə fərqlidir ki, siz 33 ildən sonra bu torpaqlara qeyd edirsiniz. Mən də həmişə deyirdim ki, inşallah günü gün olsun, torpaqlarımız işğaldan azad olsun, biz də gedəyəm bu torpaqlarda bayramı qeyd eləyək. Mən Füzuli rayonunun Qacar kəndindənəm, orada doğulmuşam. Bu kənddən olan Cavad müəllimlə ailə qurmuşam. 33 ildən öz kəndimdən 11 yaşında çıxmışam. Öz kəndimə də getmişəm. Amma 33 ildən sonra da Cavad müəllimlə öz evlatlarımla Rəhmətli kəndinə gəlmişik. Burada bayramı qeyd eləməyə gəlmişik. Çox sevinirəm. İlk dəfə də bu kəndə gəlirsiniz? Bəli, ilk dəfə də gəlirəm. Yəni biz bura gəldiyimizə görə şəhidlərimizə borcluyuq. Allah onlara rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Başkomandanımıza can sağlığı versin. Belə çox sevinirəm yəni ki, Cavad müəllimin belə deyək də kəndində, Rəhmətli kəndində yəni bayramı qeyd eləyirik. Öz evlatlarımla yəni bura gəlmişəm. Uşaq vaxtı çıxdığım, yəni Füzuli rayonunda belə götürək, çıxdığım kəndə ailə qurub evlatlarımla gəlmişəm, sevinirəm.